Hər bir valideyn övladının məktəbdə verilən tapşırıqları edib-etmədiyini, dərslərdə necə iştirak etdiyini bilmək istəyir. Müəllimlər isə dərs vaxtını daha səmərəli keçirmək arzusundadır. Yeni tətbiq edilən rəqəmsal məktəb platforması sayəsində hər iki ehtiyacı eyni anda qarşılamaq mümkündür. Bəs yeni sistem tədrisin keyfiyyətini necə inkişaf etdirəcək? Rəqəmsal məktəb platforması müəllim, şagird və valideyn münasibətlərinə necə təsir göstərir? Hər bir insanın həyatının əhəmiyyətli parçalarından biri onun aldığı təhsildir və bugün Azərbaycanda təhsil və tədrisin inkişafı üçün bir sıra addımlar atılır. Onlardan biri də məktəblərdə tətbiq edilən rəqəmsal məktəb platformasıdır. Gəlin görək bu platforma özündən nəyi ehtiva edir? İnformatika müəllimi Miranə Məmmədova artıq bir neçə aydır dərslərində rəqəmsal məktəb platformasından istifadə edir. Deyir, bu platforma hesabına vaxt itkisi olmur. Bu zamanı isə daha səmərəli dəyərləndirərək şagirdlərinə həsr edir. Biz bu platformaya daxil olaraq kağız jurnal kimi artıq amma elektron jurnaldan istifadə edirik və orada öz qiymətləndirmələrimizi aparırıq, davamiyyətlərimizi qeyd edirik, dərslərimizin mövzularını yazırıq. Şagirdlər bu səhifəyə daxil olmaq üçün özlərinin UTIS kodu var. O ilə daxil olurlar, amma valideynlər onlar üçün şifrə təyin ediblər. Həmin şifrələri yazırlar və səhifələrinə daxil olurlar. Şagirdin burada üstünlüyü odur ki, o da həmin səhifədən istifadə edərək dərs cədvəlini görür. Şagirdlər də bu platformadan zövq alırlar, çünki ora istənilən cihazdan və istənilən vaxt daxil ola bilirlər. Qiymətlərimizə baxa bilirik, dərs cədvəlimizi öyrənə bilirik. Həmçinin bunu da deyə bilərəm ki, əlavə etmək istəyirəm ki, rəqəmsal məktəb platforması sayəsində biz dərslərə daha çevik və rahat şəkildə qoşula bilirik. Platformaya daxil olub dərslərə baxa bilirik. Hal-hazırda məsələn bugün keçilən dərsimiz mövzumuz budur kimyadan və yaxud da ki bugün dərslərdən keçmiş mövzuları itirmişiksə girib baxa bilirik. Orada videolar şəklində izahlar təqdim olunub. Dərsliyimiz də var. Əgər dərsimizi itirmişiksə burada PDF şəklində yüklənib, oraya yükləyib izləyə bilirik. Və yaxud da ki mövzuyu daha yaxşı mənimsəmək üçün testlər burada verilib, onları da işləyə bilərik. Platformadan valideynlər də razıdır. Onlar istənilən vaxt övladlarının dərsdə olub-olmadığını, tapşırığı icra edib-etmədiyini və dərsə girib-girmədiyinə nəzarət edə bilirlər. Uşağımın cədvəlini bilirəm, dərs evə nə verilib onu bilirəm. Yəni heç müəllimlərlə hər dəqiqə zəng vurmağa ehtiyac yoxdur. Dərslərin yerlərini özüm orada görürəm, qiymətlərinə maraqlanıram. Hər şey normal, gözəl. Nəzarət altındadır. Bəli, valideyninin nəzarəti altındadır. Valideyn olaraq övladlarımızın qiymətlərini operativ bir şəkildə nəzarət edə bilirik. Ənənəvi üsuldan fərqli cəhət odur ki, artıq şagirdlərimiz qiymətlərini gizlətmək şansları yoxdur və bu ildən tətbiq edilən bu sistemdən çox razıyıq. Platforma cari ilin fevralından paytaxtda yerləşən bəzi təhsil müəssisələrində pilot layihə kimi tətbiq olunur. Uğurlu olacağı təqdirdə sentyabrdan əhatə dairəsi genişləndiriləcək. Rəqəmsal məktəb platforması imkan verir ki, valideyn birbaşa tədris prosesinin bir hissəsinə çevrilsin və bildiyiniz kimi platforma üzərində həm sorğuda iştirak etmək şansı var valideynin, həm də birbaşa təhsil müəssisəsinin rəhbərliyi ilə əlaqə qurmaq, kommunikasiya qurmaq vasitəsi vardır və bu imkan verir ki, valideynin şagirdin təhsilində, inkişafında, tədrisində rolu olsun və öz fikrini bildirsin. Bu istiqamətdə tədrisdə şagirdin nəticələrini müvafiq olaraq analizinə və təhlilinə şərait yaratmış olur. Beləliklə, rəqəmsal məktəb platforması şagird, valideyn, müəllim və direktorlar arasında əlaqəni daha rahat etmək üçün hazırlanıb. Səbinə Şükürova, Arif Həsənov, İTV Xəbər.